Gəlin Tural müəllimin PDF-sindən birinci səhifənin testlərini işləyək. İkinci səhifəni işləmişik artıq. 50 testimiz var. İdiomlar əsasən 8-ci sinifə əsaslanır. Başladıq. To continue doing something despite difficulties, yəni çətinliklərə rəğmən bir şey etməyə davam eləmək, yəni give in təslim olmaq, take off soyunmaq, mess up ortalığı bir-birinə qatmaq, grow up böyümək, carry on davam eləmək. Baxın, continue var. Deməli, carry on. Bir mənası da keep on da ola bilər. To become an adult, yəni yetkin olmaq, yəni grow up. To stop a bad habit, pis bir vərdişi dayandırmaq, yəni break a habit. Cavab Y. Means to create a regular way of doing something. Nəyisə elə, yəni müntəzəm elə, yəni nəyisə etmək üçün müntəzəm bir yol hazırlamaq da, yəni müntəzəm olaraq bir şey eləmək, yəni ki, vərdiş formalaşdırmaq, Y bəndi. 5-ci testdə to enjoy or like someone something very much, yəni bir şeyi və bir kəsi çox sevmək, yəni to fond of, be fond of. To change your opinion or decision, fikrini və qərarını dəyişmək, change your mind. To make a mistake or do something badly, səhv eləmək və pis bir şey etmək, yəni ortalığı bir-birinə səhv etmək, pis bir şey etmək, ortalığı bir-birinə qatmaq. To happen or occur, take place, baş vermək deməkdir. Hər ikisi sinonimdirlər. To throw something into the rubbish, nəyəsə zibilə atmaq, yəni kənara atmaq. Throw something away. To remove or eliminate something unwanted, istənməyən bir şeyi aradan qaldırmaq, yəni onu canlı qurtarmaq. Sonra baxırıq. To keep yourself away from someone or something, özünü bir kəsdən və bir şeydən uzaq saxlamaq, yəni stay away from, uzaq durmaq. Which phrase means to wait happily for something that will happen. Deyir ki, yəni baş verəcək bir şey üçün xoşbəxt şəkildə gözləmək, yəni səbirsizliklə gözləmək. Look forward to. Concentrate your attention on something. Concentrate onun sinonimi focus on, yəni fikrini bir şeyə diqqətini cəmləmək. 14-cü testə baxıram. To work together with another person or group. Bir qrupla və ya da başqa bir işlə birlikdə, bir şəxslə birlikdə işləyirsənsə, buna team up deyirlər. To stop resisting and accept what someone wants. Deyir ki, müqavimət göstərməyi dayandırmaq və bir kəsin istədiyi bir şeyi qəbul eləmək, yəni təslim olmaq. A bəndi. 16-cı test. Which phrase means, hansı frazanın mənası to remove a piece of clothing from your body, bədənindən paltar parçasını qaldırmaqdır, yəni soyunmaqdır. Which phrase means to fail or produce an unexpected bad results, yəni gözlənilməz pis nəticələrlə qarşılaşmaq, yəni go wrong, işlərin səhv getməsi. To criticize yourself too much for a mistake, bir səhvə görə özünü çox tənqid eləmək, yəni beat oneself up. Özünü danlamaq, tənqid eləmək. 19-cu. To avoid contact with other people for some time. Yəni, bəzən başqa insanlarla kontaktdan qaçırsan. Bu nədir? Shut the world out, dünyadan təcrid olursan, istirahətə çıxırsan. To be willing to consider new ideas or suggestions. Yeni ideyalara və təkliflərə istəkli olmaq, yəni onlara açıq olmaq. Be open to. To connect to different groups or ideas. İki dənə fərqli qrupu və ideyaların birləşməsi. Bridge the gap ola bilər. Bizə deyək ki, connect to, müxtəlif ideyalar birləşdirmək, boşluğu doldurmaq, körpü qurmaq. A station with many ups and downs. Ups and downs görürsünüzsə, roller coaster. To surprise someone greatly. Kimsə təəccübləndirmək. Much to someone's surprise. To continue doing something without giving up. Təslim olmadan nəyisə eləməyə davam eləmək. Elə carry on. Bu test vardı deyəsən. Birinci testdə, amma orada fərqli idi. Without difficulties idi. 25. To accept defeat or stop arguing because you cannot win. Deyək ki, yəni məğlubiyyətini qəbul edirsən, mübahisə eləmirsən. Çünki sən qalib ola bilməyəcəksən. Yəni təslim olursan. C bəndi. 26-ya baxıram. Someone who often changes opinions may change their mind. Deyir, bir kəs tez-tez fikirlərini dəyişir, o da change your mind-dir. 27-də mənim balaca qardaşım istəyir ki, həkim olsun. When he grow up, böyüyəndə. You should, sən deyir, junk fooddan nə olmalısan, uzaq durmalısan, stay away from. Çünki əgər sağlam qalmaq istəyirsənsə, junk fooddan uzaq qalmalısan, stay away from.
The meeting will take place at 3 p.m. Deyir, iclas saat 3-də baş verəcək. Baş tutacaq. Don't yourself, beat yourself up olur. Özünü, yəni, necə deyim, danlama. Çünki, bir səhvə görə özünü danlama. Beat yourself up. Buradan updan da bilə bilərsiniz ki, build up, beat up. The teacher told us to focus on the new lesson. Deyir, müəllimə bizə söylədi ki, dərsə diqqətinizi cəmləyin. 32-yə baxıram. 32-də I am really looking forward to. Mən həqiqətən də deməli, yay tətilimi səbirsizliklə gözləyirəm. You should smoking. Sən gərək siqaret çəkməkdən vərdişini break a habit. Siqaret çəkmək vərdişini tərk edəsən. Please this old newspaper. Zəhmət olmasa bu köhnə qəzetləri throw away. At, getsin, tulla. Although he was tired. O yorğun olmasına baxmayaraq qərar aldı ki, baxmayaraq ki, o yorğun idi, o qərar aldı ki, işləməyə carry on, davam eləsin. The plan because of bad weather. Plan deyir, pis havaya görə nə vardı? Pis getdi. Went wrong ola bilər. Plan, yəni pis hava şəraitinə görə pis getdi. She is animals. O fond of animals. O heyvanları xoşlayır. You should new ideas. Sən gərək yeni ideyalara be open, açıq olasan. He finally, after a long argument. O deyir, nəhayət uzun mübahisədən sonra təslim oldu. Baxıram 40-cı testimə. The children decided to and finish the project together. Uşaqlar qərar aldılar ki, nəsə eləsinlər və birlikdə proyekti bitirsinlər. Birlikdə team up, birlik olsunlar, qrup olsunlar. Davam edirəm 41-ci testimdən. She wants to all negative thoughts. O istəyir ki, bütün negativ fikirlərdən canını qurtarsın. Get rid of. His jacket because it was hot. Jaketin nağarır, soyundu, took off. O deyir, şəkərtini soyundu, çünki isti idi. Don't your friends because of small problems. Kiçik problemlərə görə don't beat yourself up. Özünü danlama, yəni bezdirmə, özünü incitmə, özünü cəzalandırma. She decided to and ignore everyone for a while. O qərara aldı ki, şatsəvəlda dünyadan təcrid olsun və bir müddət hər kəsdən, yəni uzaqlaşsın, belə deyək. Şatsəvəlda həm uzaqlaşmaq, həm də istirahətə çəkilməkdir. Reading every day helps you build a habit. Deyir, hər gün oxumaq sənə kömək eləyir ki, sən vərdiş formalaşdırasan. The new bridge will bridge the gap between two villages. Deyir, yeni körpü iki dənə kənd arasındakı boşluğu dolduracaq. Yəni körpü quracaq, körpü yaradacaq. 47. The teacher's question everyone. Müəllimənin sualı hər kəsi təəccübləndirdi. Surprised. Don't the room before the guests arrive. Deyir, qonaqlar gəlməmişdən qabaq otaqları qarışdırma, sərgəsiz eləmədə. Life is like sometimes you are happy, sometimes sad. Deyir, həyat roller coaster kimidir. Bəzən xoşbəxt, bəzənsə qəmginsin. After thinking carefully, diqqətlə düşündükdən sonra, she decided to and accept the offer. Change her mind. Diqqətlə düşündükdən sonra o qərar aldı ki, fikrini dəyişsin və təklifi qəbul etsin. Bu da oldu D bəndi. Bu qədər uşaqlar. Bu bizim birinci səhifəyə aid olan idiom testimiz idi.